Bismillahirrahmanirrahim. Allah Teala Kur'an-ı Kerimdə, Sad surəsində cəhənnəm əhlinin bir-biri ilə mübahisəsi, bir-biri ilə söhbəti, bir-biri ilə necə deyirlər, didişməsi haqda söz açır. Və 62-ci ayədə buyurur ki: "Və qalu ma lana la nara rijalan kunna na'udduhum minel əşrar." Bizə nə olub, biz bu cəhənnəmin içində dünyada şər adam hesab etdiyimiz, pis hesab etdiyimiz şəxsləri görmürük. Yəni o möminlər ki, biz onları cahil, qara güruhçu, cani hesab edirdik, cəhənnəmdə onları görmürük. Niyə görmürük? Niyə yoxdular bizim aramızda? Ətəxaznəhum sixriyyə əmzəqət anhumul əbsar. Onlar əslində yaxşı adam idilər, doğru adam idilər. Biz səhv edərək onları məsxərəyə qoyurduq, ya elə bu cəhənnəmdədirlər, bizim gözümüz onları görmür, gözümüz bizi aldadır. İnnə zəlikə ləhaqqun təxasumu əhlin-nər. Bu şübhəsiz baş verəcək bir həqiqətdir. Yəni cəhənnəm əhlinin cəhənnəmdə bir-biri ilə düşmənçiliyi, bir-biri ilə mübahisəsi, orada da bir-birilərlə yola getməmələri həqiqətdir. Baxın, bu dünyada sizə möminsiniz deyə, müsəlmansınız deyə çox irad tutan olar. Siz bunlardan narahat olmayın. Vaxt olacaq onlar peşman olacaqlar. Hədisdə var, Ət-Tiyabul Bəyan təfsirindədir bu hədis. Gəlib İmam əleyhissalama şikayət etdilər. Dedilər ki, ağa bizi təhqir edirlər, bizi məsxəriyə qoyurlar, bizə rafizi deyirlər. İmam buyurdu ki, heç narahat olmayın. Vaxt olacaq ki, biz sizə şəfaət verəcək. Amma onlar təəccüblə baxıb görəcəklər ki, siz onların arasında deyilsiniz. Sonra İmam həmin ayələri oxudu. Və qalu la nara ma lana la nara rijalan kunna na'udduhum minel əşrar. Bizə nə olub, biz dünyada şər hesab etdiyimiz, əblə hesab etdiyimiz adamları görmürük. Yəni statuslar dəyişib. Allah bizi öz məntiqimizin, düşüncəmizin şərrindən qorusun.